Biz bu dünyada yaşayırıq. Və biz Allah Subhanahu taalanın həqiqətən gözəl bir şəkildə xəlq etdiyi dünyaya məftunuq. Və biz bu dünyada milyardlarla, daha doğrusu 6 milyarddan artıq insanın eyni anda yaşamasına məəttərik. Allahın yaratdığı bu dünya o qədər böyükdür ki, bura əlavə milyardlarla, milyardlarla insan yerləşər. Amma Allahın üzərimizə yaratdıqları ilə müqayisədə bu dünya nədir ki? Bu dünya çox kiçikdir. Bu dünyanın Allah yanında heç bir əhəmiyyəti yoxdur. O heç nədir, dəyərsizdir. O qədər dəyərsizdir ki, onu günəşlə müqayisə edək. Günəş bir ulduzdur. Siz elm haqqında məndən çox məlumatlısınız və bunu məndən yaxşı bilirsiniz. Bu yer planetini götürün və onu günəşin içinə yerləşdirin. 1,3 milyon yer planeti boyda planeti günəşin içinə yerləşdirmək mümkündür. 1,3 milyon yer kürəsi bir günəşin içində. Allah ən böyükdür. Günəş hələ bircə ulduzdur. Bircə ulduz. Lakin günəşdən milyonlarla dəfə böyük olan ulduzlar var. Bir düşünün, hələ bir qalaktikanı ərsəyə gətirmək üçün milyonlarla və milyonlarla ulduz lazımdır. İndi təsəvvür edin ki, səmada milyardlarla qalaktika var. Ey gənc dostlarım, bundan əlavə qeyd etməliyəm ki, başınızı qaldırıb göyə baxanda, orada gördüyünüz hər şey, səmada gördüyünüz hər şey, o gördüyünüz milyardlarla qalaktika. Təsəvvür edin ki, səmanın yalnız birinci qatındadır. Bunların hamısı yalnızca səmanın birinci təbəqəsinin hüdudları daxilindədir. Lakin Allah 7 qat səmanın xaliqidir. 7 qat səma və səmanın birinci qatı ilə ikinci qatı arasındakı məsafə 500 ildir. Siz 500 ilə qət edilə biləcək bir məsafə təsəvvürünüzə gətirə bilirsiniz? Hansı sürətdə? Yalnız Allah bilir. Yalnız Allah bilir. Amma birinci qatdan ikinci qata çatmaq üçün 500 il vaxt lazımdır. 500 il ikincidən üçüncüyə, üçüncüdən dördüncüyə, dördüncüdən beşinciyə, beşincidən altıncıya, altıncıdan yeddinciyə və hər qatın arasında 500 illik zaman var. Bəs 7-ci səmadan sonra necə? Onun kürsüsü yeri və göyə əhatə etmişdir. Hamınız Ayət-i Kürsünü oxumusunuz və hamınız Ayət-i Kürsünü bilirsiniz. 7-ci səmadan sonra Allah Subhanahu taalanın ərşi gəlir. Az öncə haqqında danışdığımız 7 qat səma Allahın kürsüsü ilə müqayisədə heç bir şeydir. Onlar əhəmiyyətsizdir. Peyğəmbərimiz, Allahın ona salavat və salamı olsun, sadəcə bizdə 7 səma ilə kürsü arasındakı fərq barəsində təsəvvür yaratmaq üçün bir hədisində bu barədə belə bir misal gətirir. Barmağınızdakı bu balaca üzüyü çıxardın və onu dünyanın ən böyük səhrası olan Sahara səhrasına atın. Barmağınızdan çıxartdığınız bu balaca üzük Sahara səhrası ilə müqayisədə nədir? What comparison is in between the ring and the Sahara desert? Heç nə. Heç nə. 7 qat səma üzük. Sahara səhrası isə Allah Subhanahu taalanın kürsüsüdür. Allah Subhanahu taalanın kürsüsündən sonra isə Allah Subhanahu taalanın ərşi gəlir. Allahın ərşi. Və sevimli Peyğəmbərimiz, Allahın ona salavat və salamı olsun, başa düşməyimiz üçün bizə yenə də açıq-aydın misal gətirir. Üzüyü götürün və səhraya atın. Bu dəfə üzük kürsüdür, ərş isə səhra. Kürsü Allah Subhanahu ərşi ilə müqayisədə nədir? Heç nə. Allah Subhanahu ərşini daşıyan mələklərin çiyinləri, 7-ci səmada ayaqları isə yerdədir. Əziz dostlar, daha sonra ərşin və kürsünün Rəbbi gəlir.
O ən böyükdür. Allah nə boydadır? Allah necədir? Allah nədir? Allahın əzəməti mənim məhdud ağlıma sığmayacaq qədər böyükdür.